Salam əziz 11-cilər, bugünkü, yəni 22 fevral olan hədəf sınağının izahını veririk və 11-ci sinifdən başlayırıq. Hər zamanki kimi mətni belə ortaya gətirirəm ki, ekran saxlayıb oxuyasınız və biz də suallara baxaq. Deməli, birinci mətnimiz bədii mətndir, sap özümüzdəndir. Və birinci sualda deyir ki, mətnin əsas ideyasını və qoca palıdın narahatlığının əsl səbəbini ən dəqiq ifadə edən fikir hansıdır? Mətndə də bizə aydın olur ki, bəs bir balta ağacları kəsir və qoca palıd bunu öyrənir. Sonra öyrənir ki, həmin o baltanın sapı ağacdandır və deyir ki, yəni o balta bizi qıracaq. Və bizə də aydın olur ki, əsl məğlubiyyət və fəlakət kənar qüvvədən deyil, düşmənə vasitə olan özümüzünkilərdən gələndə baş verir. Yəni C əsas fikrə uyğundur. A variantında deyir ki, meşəni qorumaq üçün hər zaman ayıq-sayıq olmaq və çaparlar vasitəsilə məlumat toplamaq lazımdır. Burada belə bir şey olur. Çaparlar vasitəsilə məlumat toplayır, amma əsas ideya bu deyildi. Bu məzmuna uyğun bir şeydir. Dəmir parçası olan balta hər bir canlının, o cümlədən ucaq ağaclarının ən qorxulu düşmənidir. Burada balta, bəli, ucaq ağaclarının ən qorxulu düşmənidir, amma yəni ideya bu deyil. Təbiətdəki bütün canlılar fırtınalı və şimşəkli günlərdə olduğu kimi hər an ölüm təhlükəsizdir. İdeyaya aidiyyatı yoxdur. Müdrik rəhbər meşədə baş verən hər bir səsin mahiyyətini dərhal öyrənməli və digər ağaclara kömək etməlidir. Axı burada heç bir kömək eləyə bilmir, əlindən heç bir şey gəlmir də. Deyir ki, yəni o bizi qıracaq. Ona görə bu da ideyaya uyğun ola bilməz. Keçirik ikinci suala. Mətnə sizin cədvəldən uyğun fikirləri müəyyən edin. Doğrudur və yanlışdır. Bütün ağaclar qoca palıddan çəkinirdilər. Yəni ağaclar qoca palıddan çəkinmirdilər. Bir yanlışdır. Gələn qəribə səsi palıd əvvəllər heç vaxt eşitməmişdi. Bəli, ona görə ona çox qəribə gəlir, çaparlar göndərir. 2 düzgündür. Qoca palıd meşədən gələn taqqıltı səsinin nə olduğunu dərhal bilmir. Yəni elə qulaq verir ki, görsün nədir o səs, anlamağa çalışır. Və ona görə 3 yanlışdır. 3-ü götürməliyik. Sonra palıdın göndərdiyi elçilər şad xəbərlə gəlmirlər. O onların üzünə baxır, görür onlar hüzünlüdülər də, bilir nəsə olub. Ona görə bu yanlış fikirdir. Yanlışdan yanlışa, doğrudan doğrunu götürərik. Hələ ki 2, 4-ü götürmüşük. Ya A, ya C variantı ola bilər. Palıd gələn çaparların üzündən bildi ki, vəziyyət yaxşı deyildir. Bura baxın, o var mətndə. Deyir ki, deməli, qoca palıd onların sir sifətindən başa düşdü ki, pis xəbərlə gəliblər. Yəni, bu doğru fikirdir. Bunun burada işi yoxdur. Variantımız 2-4, C variantı olacaq. Mətnlə səsləşən atalar sözünü müəyyən edin. A variantında deyir ki, ağacı qurd içindən yeyər. Bəli, bu mətnə uyğun bir fikirdir. Çünki həmin o baltanın sapı meşənin öz içərisindən bir şeydir. Yəni ağac idi və o ağac nə edir? Yəni orada deyir axı o ağac olmasa o dəmir parçası bizə heç bir şey eləyə bilməz. O ağacın dəmir parçasının sapından tuturlar, bizi qırırlar da. Və yəni meşənin öz içərisindən olan bir şeyin vasitəsilə meşə qırılır. Yəni ağacı qurd içindən yeyər də məcazi anlamda bunu ifadə edir. A variantı düzgün olar. Ağac bar verdikcə başını aşağı əyər, bu uyğun deyil. Meşə çaqqaltısı olması ideyaya uyğun deyil. El bir olsa dağ oynadar yerindən, yıxılan ağaca balta vuran çox olar. Bunlar da uyğun deyil uşaqlar. A variantı olacaq. Mətnə sizin cədvəldən doğru fikri müəyyən edin. Təbliğ olunur. Təbliğ olunur deyirsə uşaqlar müsbət nələrsə götürməliyik. Tənqid olunur deyirsə mənfi nələrsə götürməliyik. Yaxşımı? Təbiətin əbədi gözəlliyi və hüzuru. Bu var idi, amma yəni təbliğ olunan məsələ bu deyildi. Məsələn, burada qoca palıdın müdrikliyi, təcrübə, ayıq-sayıqlığı, yəni mətndə gördüyümüz əsas məsələ budur. Bu təbliğ olunur. Təbiətin əbədi gözəlliyi və hüzuru, bu da hardasa ola bilər. Gəl bu baxaq da bunlara. İndi görək. A variantında da deyir, tənqid olunur insanların texnoloji kəşfləri və dəmirin gücü. Texnoloji kəşflər tənqid olunmur uşaqlar, bu yanlışdır. Ona görə A variantı olmaz. Düşmənə vasitə olan daxili satqınlıq və zəiflik, bəli, tənqid olunan məsələ bu idi. Doğrudan da düzgündür. Ona görə variantımız B variantı olacaq. Heyvanların və bitkilərin birgə yaşayışı, meşədəki səssizliyin uzaqdan gələn səslərlə pozulması, bu da düzgün deyil. Fiziki güc və düşmənə qarşı birbaşa hücum yoxdur. Burada çaparların xəbər gətirmədə gecikməsi, bu da yanlışdır. Qoca ağacların satqınlıq statusu, bu olmaz. E variantda getdim.
sultanlıq deyir, mən satqınlıq nə oxudumsa. Bu belə düzgün deyil. Variantımız B variantı olacaq. 5-ciyə baxırıq. Deyir, mətnə əsasən tündqara hərflərlə verilmiş hissəyə aid doğru fikirləri müəyyən edin. Gəlin, baxaq, görək hansıdır tündqara hərflərlə verilmiş hissə. Ağızlar Sultanı dünyanı yorub yola salmış qoca pal tezdən oyanmışdı. O səhər küləyinin dağlardan qovub gətirdiyi sərin bulaq suyu kimi diş gönüldən təmiz havasını ciyərlərini çəkib meşəyə qulaq asırdı. Elə bil bu qalın meşə havanın ətrindən bihuş olub min bir dillə zümzümə edir və bu nəğmə dünyaya heyranlığını bildirirdi. Baxaq görək nə olar ay uşaqlar. Təkiyə əsaslanır, bəli, yəni nəsr formasında yazılıb. Termin sıxlığı isə yanlışdır. Bir səhvdir. Bədii üslubda axı. Mətnin əsas hissəsi sayılmalıdır. Axı giriş hissədir. Ona görə 1-2 səhvdir. Gedir bu variantlar. Variantımız E qalacaq. Kütləvi anlaşıqlı olması publisistikdir. Bu yanlışdır. Bədii təsvir ifadə vasitələrindən istifadə edilib düz olacaq. Bədii üsluba xas xüsusiyyətlərlə zəngindir. Bu da düzgün olacaq. Variantımız E. 6-cı sual artıq keçirik. Açıq suallar uşaqlar deyir ki, meşənin dərinliyindən taqqıltı və xarıltı səsləri gəlir. Nəticədə nə olur? Gəlin baxaq. Nəticədə meşədəkilər şey olur da, yəni təşvişə düşür. Baxaq. Deyir ki, qəribə səs gəldi. Bu səs boğuq idi. Nə insan səsinə bənzərdi, nə də heyvan. Qoca palıd təşvişə düşdü. Və bunu yaza bilərik. Meşədəkilər təşvişə düşdü. Nəfəsini içinə salıb dinlədi ki, görsün taqqıltı haradan gəlir. Daha aydın eşitdi. Azıcıq sonra taqqıltının iniltili və bir xarıltılı əvəz etdi. Tufanın şimşəkli günlərin qopub yıxılan ya da ortasından qırılan ağac xarıltısına bənzər bir xarıltı. Bu xarıltıdan yer titrədi. Qoca paludun qaşları çatıldı. Ona elə gəldi ki, yer ayağının altından qaçdı və beynində yeriyən gözəl fikirlərdən vahimələndi. Uşaqlar, ya bu cümləni götürüb köçürə bilərsiniz. Qoca paludun qaşları çatıldı. Ya onu yaza bilərsiniz nəticəyə. Fərqi yoxdur da, yəni. Qaşları çatıldı. Nəticədə nə oldu? Qaşları çatıldı. Ya bunu yaza bilərsiniz. Ya da ümumən paludun təşvişə düşməsi kimi ümumiləşdirə də bilərsiniz. Palud təşvişə düşdü. Görək başqa nəsə yazmaq olarmı? Palud təşvişə düşdü. Məsələn, palud təşvişə düşdü, ətrafa boylandı. Bunu da yaza bilərsiniz. Ona elə gəldi ki, yer ayağının altından qaçdı və beynində yeriyən gözəl fikirdən vahimələndi. Adətən uşaqlar səbəb nəticəsini dərhal sonraki nəticəni götürmək lazımdır. Yəni, qoca paludun qaşları çatıldı yazsız elə bəs eləyəcək. Sonra, palud bu dəmir parçası ağacı necə kəsir axı sualını verir. Deməli, orada nə baş verir ki, bu sual verir? Gəlin, baxaq da. Burada çaparlar xəbər gətirir. Deyir ki, bəs baltadır. Balta meşəni qırır. Sonra deyir ki, bu əl boyda dəmir parçası ağacı necə kəsir? Görək nə ola bilər. Deyir ki, əl boyda bir dəmir parçasıdır. Par-par parıldayan almaz kimi itə ağzı var. Qabağını nə keçirsə doğrayıb tökür. Qoca palud fikrə getdi. Deyir ki, yəni əl boyda dəmir parçası, orada deyir ki, qabağını nə keçirsə kəsib doğrayır. Bu cümləni yaza bilərsiniz. Əl boyda dəmir parçası qabağını nə keçirsə kəsib doğrayır. Ondan sonra və palud da soruşur ki, bəs bu parça ağacı necə kəsir? Ya bunu yaza bilərsiniz. Uyğun olar, sıxıntı olmaz. Və yaxud belə də yaza bilərsiniz ki, palud anlaya bilmir ki, balta ağacı necə kəsir. Anlaya bilmir ki, orada deyir, başını qaşıyır. Əl boyda dəmir necə kəsir. Anlaya bilmir. Ona görə də bu sualı verir. Belə yazmaq olar. Təbii ki, başqa formada da ifadə edə bilərsiniz fikrinizi. Uşaqlar, yorumlarda yazarsınız. Baxaq, görün nə yazmısınız. Deməli, belə. 7-ci sual. Deyir ki, mətnə əsasən paludun xarakterinə aid xüsusiyyətlərini nümunələrlə isbat edin. Müdriklik və təcrübə. Məsələn, müdriklik orada görək nə deyir? Baxaq, məsuliyyətli liderlik, həssaslıq, uzaq görənlik. Qaydaq dənəmətinə. Deyir ki, ağacların sultanı dünyanı yorub yola salmış qoca palud. Bax, deyir, dünyanı yorub yola salmış qoca palud. Məsələn, müdrikliyə yazmaq olar ki, dünyanı yorub yola salmış qoca palud deyilir palud haqqında danışarkən. Və yaxud, məsələn, bir dəqiqə,
Birdən meşənin dərinliyindən indi qoca palına eşitmədi qəribə səs gəldi. Belə, yəni yaza bilərsiniz ki, dünyanı yorub yola salmış qoca palta formasında bəhs edilir. Ona görə də yəni müdrik olduğunu deyə bilərik. O cümləni yaza bilərsiniz. Buram. Ora. Bu. Məsuliyyətli liderlik. Məsuliyyətli liderlik olmasında yaza bilərsiniz ki, səsin nə olduğunu başa düşmədiyi anda çaparlar göndərir. Səsin arxasıca çaparlar göndərir. Baxın. Ətrafa boylandım. Özünü ələ aldı. Səs gələn tərəfə çaparlar göndərdi. Bax, məsuliyyətli olmasını buradan deyə bilərik. Ki, bu səsin nə olduğunu dərhal öyrənsinlər. Bunu götürüb yazmaq olar. Daha mən orada bir də yazmayayım. Yəni, səs gələn tərəfə çaparlar göndərdi və tapşırdı ki, meşəni lərzəyə salın. Bu səsin nə olduğunu dərhal öyrənsinlər. Onu götürüb yazırsınız. Çaparlar yazıram mən qısaca. Həssaslıq, uzaq görənlik. Uşaqlar, həssaslıq da yəni tez duyur da. Məsələn, orada çaparların sir sifətindən var. Mən yazım, sonra ora qaydaq. Sir sifət. Burada deyir ki, çaparların deyir, hanım, həftənin axırında qoca palıd onların sir sifətindən başa düşdü ki, pis xəbərlə gəliblər. Bax, bu cümləni götürüb yazmaq olar. Nümunə istəyirdi, mətndən eyni ilə də seçib yazmalısınız da ora. Və o cümləni yazmaq olar. Bir dəqiqə, belə. Nəsə uşaqlar, bu cümləni seçdik, yazdıq və bu sualımızı da tamamladıq. Keçək növbəti suala. Mətnin çərçivə daxilində verilmiş cümlədə işlənmiş yanlış sözləri düzəliş edin və yenidən yazın deyir. Yanlış sözləri düzəliş eləyir. Görək nədir ki, o yanlış sözlər. Bir dəqiqə. Çərçivə daxilində verilmiş. Ona elə gəldi ki, yer ayağının altından qaçdı və beynində yeriyən gözəl fikirlərdən vahimələndi. Beynində yeriyən fikir olmaz, axı uşaqlar. Yeriyən sözü yanlışdır. Düzdürmü? Və gözəl söz də yanlışdır. Çünki xarıltı səs gəlir. Bu ondan qorxur. Axı gözəl fikir olmaz. İnsan gözəl fikirdən niyə vahimələnsin? Yeriyən sözünü yazmaq olar. Ona elə gəldi ki, yer ayağının altından qaçdı və beynində dolaşan gözəl fikir olmaz, dəhşətli fikirlərdən. Dəhşətli, elə, məsələn, yazmalı qorxunc, sonra dəhşətli, qorxunc, müthiş bilirsiniz də dəhşətli deməkdir elə. Müthiş, qorxunc, dəhşətli sözlərini yaza bilərsiniz. Beynində dolaşan müthiş fikirlərdən, qorxunc fikirlərdən, dəhşətli fikirlərdən vahimələndi. Belə yazmaq olar. Çünki insan nə gözəl fikirdən vahimələnsin axı. 8-i belə düzəltdik uşaqlar. Deməli, orada 2 dənə, bax, yanlış sözlər deyir, özdə 2 dənə söz var ki, onu düzəldirsiniz. Bir, gözəl sözü, yazırsınız müthiş və yaxud yuxarıda yazdıqlarım. Bir də ki, yeriyən sözünü dolaşan, beynində dolaşan fikirlər. Başqa nə yazmaq olar dolaşan? Belə uşaqlar, siz yazdıqlarınızı, yeriyən sözün yerinə yazdıqlarınızı da yazarsınız. Görək nələr yazmışsınız. Keçək 9-cu suala. Deyir ki, mətndə qarşısında işarə qoyulmuş sözlər, həmin sözlərin qarşılıqları. İşarə qoyulmuş sözlər, gəlin baxaq. Deməli, bunlardır. 1. Qəribə sözü, qəribə səs gəldi. Aydın eşidilirdi. Bir də müdrik qoca. Gəlin bunların burada yazaq sözləri. Qəribə. Qəribə yaza bilərsiniz. Çox güman ki, ağlınıza ilk olaraq bu gələcək. Qeyri-adi. Sonra qəribə səsdirsə, eşidilməmiş səsdə yazmaq olar. Eşidilməmiş səs yaza bilərsiniz. Sonra o biri söz aydın sözüydü. Düzdürmü? Aydın eşidilir. Aydın eşidilirdi. Aydın yazmaq olar. Aşkar eşidilirdi. Aydın eşidilirdi. Başqa görə nə yazmaq olar ona uşaqlar? Deməli, deyir ki, meşənin dərinliyindən gələn taqqıltı indi daha aydın eşidilirdi. Aydın yaxşı eşidilirdi də yaza bilərsiniz orasında. Yaxşı söz də uyğun olar.
həmin sözlərin yerinə görə qarşılığı, yəni aydın sözünün qarşılığı kimi oraya əslində yaxşı sözündə yazmaq olar. Sonra növbəti sözümüz də müdrik qoca. Müdrik qocaya da yaza bilərik ki, dünya görmüş. Yazaq yenə də burada. Müdrik, dünya görmüş yaza bilərik. Dünya görmüş, müdrik, ağıllı yazmaq olar. Ağıllı, dərrakəli və s. Belə. Çox şey yazmaq olar əslində buna. 10-cu suala keçdik. Verilmiş hökmü mətnlə əlaqələndirmək olarmı? Meşəyə məhvinə səbəb xarici düşmənin daxildən dəstək alması idi. Bəli, deyə bilərik uşaqlar. Niyə görə deyə bilərik? Çünki orada qoca palıd soruşur ki, bəs o balta necə qırır axı bizi? Deyirlər ki, onun sapı ağacdandır və palıd da deyir ki, artıq bizdə qurtuluş yoxdur, o hamımızı qıracaq. Deyir, ağacdan dəstək alır, deyir, onda bizi qıracaqlar. Niyə? Çünki sapı özümüzdəndir, deyir. Və yazırıq ki, çünki palıdın fikrinə görə də baltanın sapı ağacdan idi və ona görə onlara qurtuluş yox idi. Baltanın sapı ağacdan olduğu üçün onlara qurtuluş yox idi. Və yaxud başqa formada da ifadə edə bilərsiniz fikrinizi. Belə uşaqlar. Keçdik növbəti mətnə. Zeynəbxan Yaqub haqqında bir məlumat verici mətndir, yəni publisistik üslubdadır. Və 11-ci sualda deyir ki, mətni belə saxlayıram, siz oxuyun. 11-ci sualda deyir ki, şairin yaradıcılığı haqqında verilmiş fikirlərdən biri səhvdir. Görək nələr səhvdir burada. Deyir ki, klassik aşıq poeziyası ilə müasir ədəbi təfəkkürü birləşdirib. Bu mətndə var idi, belə keçmişdi. Deyir ki, klassik aşıq poeziyası ilə müasir ədəbi təfəkkürü birləşdirib. Deməli, A düzgündür. Əsərləri həm kəndli, həm də ziyalı tərəfindən seçilir, sevilir. Bu da düzgündür. Mətndə var idi bu. Yanlış kimi götürməliyik o zaman. O, Ozan aşıq ruhuna sahib bir sənətkardır. Bəli. Elə ona görə də məsələn saz sənətini UNESCO-nun iş siyahısına daxil elətdirə bilib də. Yaradıcılığını sadəcə lirik şeirlər üstünlük təşkil edir. Yanlışdır, çünki deyir poemalar yazmışdır. Çoxsa poemalar yazıb o. Baxırıq. Haradaydı o? Buralarda bir yerdə olmalıdır. Çoxlu poema yazan müəlliflərdən biri hesab olunur. Ona görə bu səhv olacaq variantımızdır. Əsərlərində Azərbaycan bütövlük eşqi duyulur. Bəli, bu da düzgündür. Məsələn, deyir, vətən sadəcə coğrafi bir məkan kimi deyil, bir can, bir ruh kimi tərənnüm edir və yaxud digər ümumi məzmundan da belə bizə aydın olur. Ona görə E də düzgündür. 12-ci sualda deyir ki, mətndə 2 və 4-cü abzasları müqayisə etsək müəllifin şairin yaradıcılığını təbiət hadisələri ilə simvollaşdırmasında əsas məqsədi nədir? Bunu belə oxuyaq. Deyir, klassik poeziyanın müasir poeziyanın üstünlüyünü əsaslandırmaq. Bu deyil, yanlışdır. Şairin yalnız dağlıq rayonlarda məşhur olduğunu sübut etmək. Bu bütün Azərbaycanda, Gürcüstanda məşhur idi. Ona görə B yanlışdır. Onun yaradıcılığının süni deyil, təbii, xalqın ruhundan doğan bir güc olduğunu vurğulamaq, bəli, bunu vurğulamaq istəyir. Sazın qüdrətinin Azərbaycanda tək olduğunu göstərmək yanlışdır. Klassik şeirin və daha çox qəzəl qəsidənin məşhurlaşdığından danışmaq, bu da yanlışdır. Elə variantı mətni bir dəfə oxusaq tapmaq olar, C variantı. 13-də deyir ki, mətndə verilmiş məlumatlar əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edin. Sahə, kateqoriya, əsaslandırma. Fəxri adlar, ona Azərbaycan xalq şairi adı verilir, Gürcüstanda isə şərəf ordeni verilir. Bu düzgün fikirdir, var mətndə, qaydaq bir baxaq istəyirsiniz. Şərəf ordeni 2005-ci il idi deyəsən. Bax, burada var bu məsələ. Sonra deyir ki, yaradıcılıq diapazonu əsərləri yalnız Borçalı mahalını deyil, bütün Qafqaz xalqlarının dumanlı dağlarının təsvir edir. Əsərləri yalnız Borçalı mahalının deyil, bütün Qafqaz xalqlarının dumanlı dağlarını təsvir edir. Buna bir dənə baxarıq, bu qalsın. Yəqin ki, bu olacaq variant. C-də deyir, beynəlxalq nailiyyət saz sənətinin UNESCO-nun irs siyahısına salınmasının rolu olmuşdur. Bəli, bu var. Burada keçir uşaqlar. Deyir ki,
Bax burada. Ona görə bu düzgündür. İctimai siyasi fəaliyyət 1999-2005-ci illərdə deputat olub. Yəni xalqı təmsil edib, bu da var. Simvolizm şair mətnində dağlardan süzülüb gələn gür şəlaləyə bənzədilir. Gəlin baxaq. Deməli, burada deyir ki, onun şeirlərinin misralarında həm Borçalının Dumanlı dağlarının ətri, həm də Azərbaycan bütövlük eşqi duyulur. Zəlimxan Yaqub klassik aşıq poeziyasıyla müasir ədəbi təfəkkürü ustalıqla birləşdirib kənddəki çobanın, şəhərdəki akademikin qəlbinə yol tapır. Uşaqlar, elə orada mən bayaq işarələdiyim variant olacaq. Çünki burada deyir Borçalının Dumanlı dağlarının ətri, Azərbaycanın eşqi duyulur. Burada isə deyir, əsərləri yalnız Borçalı mahalını deyil, bütün Qafqaz xalqlarının Dumanlı dağlarını təsvir edir. Təbii ki, bu mümkün deyil. Ona görə B olacaq. Simvolizm məsələsinə baxaq. Görək hardaydı. Bir dənə onu tapım. Aha, baxın buradadır. Deyir, Azərbaycan xalq şairi Zəlimxan Yaqub yaradıcılığı sanki dağlardan süzülüb gələn gür bir şəlalədir. Onun yaradıcılığını burada bənzədir deməli. Bu da var imiş. Variantımız B variantı oldu uşaqlar. Keçdik 14-cü suala. Mətnin 2 və 12-ci bəndlərindəki məlumatlara əsasən ehtimal etmək olar ki, Zəlimxan Yaqub yaradıcılığında poema janrına üstünlük verməsəydi, Zəlimxan Yaqub poemaya üstünlük verməsəydi, yəni nə olardı? Gəlin baxaq. 12-yə baxaq. Zəlimxan Yaqub sadəcə lirik şeirlər deyil, Azərbaycan ədəbiyyatının ən çox poema yazan müəlliflərdən biri hesab olunur. 2-yə baxaq. Xalq şairi dağlardan süzülüb gələn bir şəlalədir. Zəlimxan Yaqub klassik müasir ədəbi təfəkkürü ilə ustalıqla birləşdirib ki, onun şeirləri həm kənddəki çoban, həm də şəhərdəki akademikin qəlbinə yol tapmışdır. Burada isə deyir ki, mövzu müəlliflərdən biri hesab olunur. Burada nə deyir? Məlumatlar isə ehtimal etmək olar ki, Zəlimxan Yaqub yaradıcılığında poema janrına üstünlük verməsəydi, ümumi qənaətimizi deyirik də, A olması UNESCO sənətin qeyri-maddi mədəni irs siyahısına daxil etməzdi. Bu da olmaz. 1966-cı gün bu da uyğun deyil. Onun əsərləri şəhərdəki akademiklər tərəfindən heç vaxt başa düşülməzdi. Bu yox. Klassik aşıq poeziyasında müasir ədəbi təfəkkür arasındakı o möhkəm körpü və geniş həzmli epik sintez eyni dərəcədə qüvvətli alınmaya bilərdi. Bu olar. Yəni, ikincidə deyir ki, bəs qəşəng şeirlər yazır, yəni xalq tərzində şeirlər yazır. Poema da klassikadır da uşaqlar. Və yəni bunları sintez edir və qəşəng qüvvətli əsərlər meydana çıxardır. Əgər poemalar yazmasaydı, belə güclü əsərlər meydana çıxara bilməzdi. Bunu nəzərdə tutur. E variantı olar. Mətnə əsasən aşağıdakı cümlələrdən hansını 14-cü abzasa əlavə etmək məntiqi cəhətdən daha məqsədə uyğundur və mətnin sonluğunu daha da qüvvətləndirir. 14-cü abzasa əlavə etmək. 14-cü abzasa tez baxaq görək nə danışır. Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatında vətən göyündə sönməyən ulduz kimi qaldı. O həm dövlət adamı, həm xalqın sevimlisi olmağı bacaran nadir simalardan biridir. Onun yaradıcılığı gələcək nəsillər üçün həm bir ana dili məktəbi, həm də milli qeyrət dərsliyidir. Bura artıraq deyir 14-cü abzasa. Görək nə artırmaq olar aşağılar bura. Deyir ki, bu səbəbdən şairi 1972-ci ildə bitirdiyi Kitabxanaçılıq fakültəsinin sənətində mühüm rol oynayır. Olmaz. Beləliklə sazın simlərində və sözün sehri ilə öz adını millətin yaddaşının xatirəsində əbədi həkk etdi. Bu ola bilər. Həmçinin şair 2010-cu ilə qədər Azərbaycanda Aşıqlar Birliyində müəyyən inzibati vəzifələrdə çalışıb. Bunun çalışdığı hissələrdən də əsas hissəyə aid olar. Nəticəyə getməz bu. Çünki o 1966-cı ildə Gürcüstanda ilk məqaləsini bu da olmaz. Lakin bəzi tədqiqatlar onun poema janrındakı və bunu da poema olan yerə yazmaq düzgün olar da. Bu düzgün deyil. Ona görə variantımız olacaq B variantı. Beləliklə o sazın simlərində və sözün sehri ilə öz adını millətin yaddaş xəritəsinə əbədi həkk etdi. Yəni ora 14-cü abzasa ümumi nəticə kimi yazmaq olar. B variantı. Zəlimxan Yaqubun yaradıcılığı çox rəngarəng idi. Açıq sualda müddia cədvəlidir və müddianı verib faktını biz yazmalıyıq. Zəlimxan Yaqubun yaradıcılığı çox rəngarəng idi. Birinci müddiamızdır. Zəlimxan Yaqub müxtəlif fəxri adlara layiq görülmüşdür. Bura yaza bilərsiniz həmin o şərəf ordeni, şərəf, bir də xalq şairi. Onu yaza bilərsiniz. İndi cümləni götürüb köçürəcəksiniz də.
Sonra yaradıcılığı çox rəngarəng idi. Gəlin onu da buradan seçək, yazaq. Məsələn, yaza bilərsiniz, poemalar yazmışdı, aşıq şeir tərzində əsərlər yazmışdı. Yəni bunları yaza bilərsiniz. Və hələ bu cümlədə də var. Deyir ki, sənətkarın yazdığı mövzular müxtəlif rəngarəng idi. Vətənpərvərlik, təbiət, ozon, aşıq sənəti, türk dünyasının birliyi və fəlsəfi düşüncələrdir. Bu cümləni götürüb ora elə köçürə bilərsiniz, uşaqlar. Belə və yaxud müxtəlif şeirlər, poemalar filan yazıb belə də yazsınız, düzgün olar. Yenə dediyim kimi uşaqlar yorumlarda yazarsınız necə yazdığınızı. Bu arada mən bəzən burada standart izah edirəm, nələr yaza bilərsiniz. Siz deyirəm ki, yəni yorumlarda yazın. Bəzi şagirdlər də götürür yazır ki, müəllimə çox səhv izah edirsiniz filan, belə səhvlər yəni edirsiniz filan. Yəni normalda yəni mən izah etdiyim hissədə heç bir səhv yoxdur. Sadəcə açıq suallarda müxtəlif variantlar yazmaq olar da. Kim nə yazıbsa yorumlarda yazsın, baxaq uşaqlar. 17-ci sualda deyir ki, verilmiş şeir parçası ilə əsas mətnin üslubi baxımından müqayisə edərək cədvəlin boşxanlarına aid olduğu üslubun xüsusiyyətlərini tamamlayın. Əsas mətn hansı üslubdadır uşaqlar? Publisistik üslubdadır. Baxın, xüsusiyyət baxımından deyir ha. Mətnin üslubi baxımından müqayisə edərək cədvəlin boşxanlarına aid olduğu üslubun xüsusiyyətləri ilə tamamlayın. Yazırsınız publisistik üslubdur. İndi publisistik üslubu yazmağınız sizə bal gətirməyəcək, həmçinin bal aparmayacaq. Ona görə publisistik üslub yazıb, vergi qoyub yazırsınız, aydın, anlaşıqlı. Sonra mətbuat dili və s. Ömrüm sənə düşən gündən güzardır, əvvəli beşikdir, son məzardır. Bu da olacaq bədii üslubda. Burada bədii üslubun xüsusiyyətlərindən yazırsınız. Məsələn, yazı tutalım bədii, vergül qoyun, obrazlı, məcazi, hətta məsələn nəzm formasında olduğunu yaza bilərsiniz. Buranın nəzm, oranın nəsr formasında olduğunu yaza bilərsiniz. Buraya yaza bilərsiniz ki, məsələn bədii təsvir ifadə vasitələrindən istifadə olunub və s. Ortaq fikirdə yaza bilərsiniz. 1. Funksional üslubdur. Funksional. Sonra ədəbi dil nümunəsidir. Bunu bütün üslubların ortaq xüsusiyyətinə yazmaq olar. Publisistiklə bədii, həmçinin xalq danışıq dilinə yaxındır da yaza bilərsiniz uşaqlar. Mən qısa-qısa yazıram. Siz səsdən aydın olsunuz da, yəni xalq danışıq. Belə, xəttim də nə göyçəydi bugün. Deməli, belə uşaqlar. Keçdi 18-ci suala. Mətndə tündqara hərflərlə verilmiş ifadələr əsasən cədvəli doldurun. İfadənin mətndən kənar ifadə etdiyi mənası həmin mənanın cümlə daxilində işlədilməsi. İfadələrə əsasən. Deməli, bir dəqiqə. Qəlbinə yol tapmaq, vəsf etmək, töhfələr vermək. Bunlardır da, düzdürmü? Qəlbinə yol tapmaq. Bir dəqiqə. Yazaq buradan. Yol tapmaq, vəsf etmək və o biri də töhfələr vermək. Belə, görək bunları nə yaza bilərik. Deməli, uşaqlar, məncə bu sual belə olmalıdır əslində. İfadənin, çünki məsələn, mən vəsf etməyin ağlıma fərqli bir mənası gəlmir. Bu yəqin ki, bu sualda biraz çətinlik çəkmiş olarsınız. İfadənin ifadə etdiyi mənanı istəyir, qarşılığı istəyir bizdən. Yəni, bu mətndən kənar biraz burada artıq olub. Mətndən kənar, məsələn, belə olur da, tutalım, baxmaq sözü mətndə televizora baxmaqdırsa, mətndən kənar deyirsə, tutalım, məsələn, xəstəyə baxmaq, qulluq etmək və s. bu mənalar ola bilər. Burada mətndən kənar ifadə etdiyi məna yox, sırf qarşılığını istəyir. Qəlbinə yol tapmaq sözünün qarşılığı, məsələn, qəlbinə yol tapmaq, qarşılığı nə verə bilərik? Şəhərdəki akademikin qəlbinə yol tapmışdır, ürəyini ələ almışdır, sevgisini qazanmışdır. Qəlbinə yol tapmaq belə ola bilər. Yəni ki, sırf burada qarşılıq istəyir uşaqlar, yaxşımı? Yəni, demir sizdən fərqli nələrsə yazın. Ürəyinə yol tapıb, sevgisini qazanıb, sevgisini qazanmaq,
bu mənanı ifadə edir mətndə. Yəni sırf mətndəki qarşılığını tapırıq. Yoxsa başqa bu sualı yazmaq olmaz ki, sevgisini qazanmaq, ürəyini ələ almaq kimi nələrsə yazırıq. Vəsf etməyə tərifləmək yaza bilərik. Təsvir etmək daha doğrusu. Təsvir etmək yaza bilərik. Sonra bunu cümlədə işlədərik. Elə bil mən burada sözləri yazıram. Siz bu sözləri burada yazacaqsınız. Əslində bu təsvir etmək, sevgisini qazanmaq, onu burada yazın. Mən sözlər yadımdan çıxmasın deyə belə yazdım. Sonra sevgisini qazanmağı burada cümlədə işlədin, təsvir etməyi burada cümlədə işlədin. Yaxşımı? Töhfələr vermişdir isə töhfələr vermişdir də buradadır. Deyir Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatına çox sayda töhfələr vermişdir. Töhfələr vermişdir necə deyə bilərik? Töhfə vermək. Məsələn, Azərbaycan ədəbiyyatına çox sayda uğurlar gətirmişdir. Hədiyyə olmaz. Yəni Azərbaycan ədəbiyyatına çoxlu sayda hədiyyələr vermişdir də uşaqlarına deyək, başqa hədiyyələr vermişdir, nə bəxşişlər. Töhfə bəxşiş olmaz, sadəcə Azərbaycan ədəbiyyatına çoxlu sayda uğurlar gətirmişdir, xidmətlər göstərmişdir, çoxlu sayda xidmətlər göstərmişdir, töhfə vermişdir, xidmətlər göstərmişdir, yazmaq olar hardasa. Xidmətlər göstərib və s. Belə yazmaq olar nəsə, buna bənzər bir şeylər. Azərbaycan ədəbiyyatına çox sayda məsələn töhfələr verib, pay verib də yaza bilərik. Belə, sonra da bunlar uşaqlar cümlədə işlədəcəksiniz. Mətndə çərçivə daxilində verilmiş söz əsasında cədvəl tamamlayın deyir. Dumanlı dağlar. Borçalının dumanlı dağlar uşaqlar. Deyir ki, dumanlı dağlar həqiqidir, yoxsa məcazidir? Təbii ki, həqiqidir. Dumanlı dağlar. Məcazi mənada yazırsınız ki, fikirləri çox dumanlı idi. Beyni dumanlı idi və s. Keçək. Mətn əsasında cədvəli tamamlayın. Xüsusiyyət, mətn əsasında əsaslandırma. Onun şeirləri həm kənddəki çoban, həm də şəhərdəki akademikin qəlbinə yol tapmışdır. Qəlbinə yol tapmaqdır. Onun şeirləri həm kənddəki çoban, həm də şəhərdəki akademikin qəlbinə yol tapmaqdır. Gəlin, baxaq, buradaydım. Deməli, klassik poeziya ilə müasir ədəbi təfəkkürü ustalıqla birləşdirib. Onun şeirləri həm kənddəki çoban, həm də şəhərdəki akademikin qəlbinə yol tapmışdır. Bunu yazırsınız. Klassik aşıq poeziyası ilə müasir ədəbi təfəkkürü birləşdirib. Müasir ədəbi təfəkkürü birləşdirib. Klassik poeziya ilə müasir ədəbi təfəkkürü birləşdirməsi və çobanın həm də şəhərdəki akademikin qəlbinə yol tapması. Belə olur. Sonra digərinə yazırıq milli ruh və vətənpərvərlik. Milli ruh və vətənpərvərlik xüsusiyyəti əsaslandırmada baxın buradaydı. Deyir ki, onun şeirlərinin misralarında həm Borçalının dumanlı dağlarının ətri, həm Azərbaycan bütövlük eşqi duyulur. Bunu yaza bilərsiniz. Sonra məsələn qırmızı xətt məsələsi var idi. Burada qırmızı xətlə keçir deyirdi. Onu da yaza bilərsiniz. Onu tapaq burada. Deyir ki, şairin yaradıcılığını Azərbaycan ideyası qırmızı xətt kimi keçmişdir. Bunu da götürüb yaza bilərsiniz təbii ki də uşaqlar. Belə. Sonra klassik aşıq poeziyası ilə müasir ədəbi təfəkkürü ustalıqla birləşdirən nadir sənətkarlardandır. Nadir sənətkarlardandır. Klassik aşıq poeziyasında müasir ədəbi təfəkkür ustalıqla birləşdirən nadir sənətkarlardandır. Bəli. Nə yaza bilərik? Bura. Yəni müdrikdir yaza bilərik. Müdrikdir. Görən ümumi bunu, məncə ümumi bir xüsusiyyət kimi yazaq uşaqlar. Bir dəqiqə. Uşaqlar, bu sualı həm mətndən seçib yazmaq olar, həm də yaza bilərsiniz ki, bir dəqiqə, müdrik, belə yazmaq olar. Həm klassikaya, həm
klassikanı, həm ozan sənətini yaxşı bilməsi. Bunu yazmaq olar. Belə. Sonra keçdik qrammatika suallarına. Ardıcılığı müəyyən edin. Bu tüstü Qayadibi kəndinin yanmış evlərinin və bağlarının tüstüsü idi. Nə idi? Qayadibi kəndinin evlərinin, bağlarının tüstüsü idi. Nə? Tüstü, hansı tüstü bu? Bu müəyyən şəxsi cümlədir. Çağırılan yerə ərinmə, çağırılmayan yerdə göynəmə. Uşaqlar, burada xəbər görürsünüz. İkinci şəxsin təkindədir. Mübtəda yoxdur və fikir hər kəsə aiddir. Bu ümumidir. Haraya ərinmə, yerə, hansı yerə çağırılan, nə etmə, görünmə, harda çağırılmayan. Bu ümumidir. Deməli, 3 ilə başlayırıq, sonra 4 ilə davam edirik. Bu xəbəri Nurəddinə çatdıranda artıq gec idi. Gec idi xəbər. Bir dəqiqə. Gec idi xəbər, artıq orada ədatdım. Gec idi xəbər, nə vaxt gec idi? Bu xəbəri Nurəddinə çatdıranda. Şəxsiz cümlədir bu. 1. Qışın oğlan çağında hər gün işə çağırırlar. Bu da qeyri-müəyyən şəxsi cümlədir. 3, 4, 1, 2 A variantı. Sonra hansı bəti cümlə üzrələrinin heç bir söz birləşməsi ifadə olunmayıb. Amma indi onların hamısı satılıb borclarına verilmişdi. Nə edilmişdi? Verilmişdi. Nə? Onların hamısı. Söz birləşməsi var. Oğlunun sözləri hadisə Nəsrin ürəyinə ox kimi sancılıb gözlərini yaşartdı. Nə etdi? Yaşartdı. Nəyi? Gözlərini. Nə gözlərini yaşartdı? Oğlunun sözləri. Burada var. Getdi. Şüşədən olan evin içində oturanlar başqalarına daş atmamalıdırlar. Nə etməməlidirlər? Daş atmamalıdırlar. Kimlər? Şüşədən olan evin içində oturanlar. Söz birləşməsi var. Hacı Nəsirin əli aşağı düşdüyünə görə Nurəddin dəxi əvvəl kimi məktəbə öz faytonlarında getmirdi. Nə etmirdi? Getmirdi. Kim? Nurəddin. Nədə getmirdi? Öz faytonlarında. Öz faytonları da birinci növdür. Burada da var. Getdi. Rəqib olmasa qalib olmaq çətin deyil. Necə deyil? Çətin deyil. Nə? Qalib olmaq. Nə etməsə olmasa, yəni rəqib var olmasa, kim olmasa rəqib. Və uşaqlar, burada heç birisi söz birləşməsi ifadə olmayıb. E variantı. Söz isminin hansı halında olduqda onda ismat bütün şəkillər işlənə bilər. Çıxışlıq halda oldu, hamısı işlənə bilər. Adlıq halda olsa hal şəkilçi işlənməz. Təsirli halda olsa xəbərlik şəkilçi işlənməz. Yönlük halda olsa hamısı işlənər, yerlik halda olsa hamısı işlənər. 1, 4, 5 B variantı. Kvadrat işarəsinin yerinə vergül işarəsi qoyulmalı cümlələri seçin. Bilirsiniz ki, güya bildirən modal sözlərdə vergül olmur. Sanki güya, elə bil ki. Yenə 2-də vergül olmaz. 1-2 olan variantları atırıq uşaqlar. Hamı, qoşan nöqtə bu ümumiləşdirici sözdür. Atası, anası, qohumları onu axtarırdılar. Ona görə bu da olmaz. O oxusa da vergül başına insən girmirdi deyilənlərdən sonra o vergül tamamilə də zərfdir. Vergül olar. 4, 5 D variantı olacaq. Hansı nümunədə sözlərin birində samitin yazışına səhvə yol verilmişdir? Bu getdim. Tağayımı ilanda nəsla çəkinməzdim. Digər fənasını tutmaq olmaz. Olar. Ümidsiz. Uşaqlar, ümiddir. Ümidsiz. D variantı. Sonra verilmiş cümlə haqqında doğru fikri müəyyən edin. Qulaq assa da yenə də öz bildiyini edirdi. Birinci baş, ikinci budaq cümlə gəlməyib. Tam tərsi birinci budaq, ikinci baş cümlə gəlib. Bağlayan vasitədə şərt çəkilsi plus da ədatıdır. Amma səhvdə hər iki tərəf bərabər hüquqlu olmaz. Tabeli mürəkkəb cümlədir bu. Tabeli mürəkkəb cümlədir. Yalnız intonasiya ilə bağlanmayıb. Şərt çəkilsi da ədatı ilə bağlanıb. D variantı da səhvdir. E variantı düzgün oldu. Uyğunluğu müəyyən edin. Yuyundu. Qayıdış 1. C. Danışdı. Məlum 2A. Dəyişdi də qarşılıq birgəlik 3-dür. 1C 2A 3-dür. A variantı olacaq. Həmcins tamamlıqlı cümləni müəyyən edin. Uşaqlar, bu arada 27-ci sualda yuyunmaq, deyinmək, görünmək, yuyunmaq, deməli bu feillərdə yumaq, döymək, geymək, görmək kimi feillərimiz qayıdışda məhsulda da qəbul edir. Ona görə bura məhsul demirik ya. Sonra 28. Həmcins tamamlıqlı cümləni aydın tapın deyir. Rauf bu dildə düzgün və aydın danışırdı. Nə edirdi? Danışırdı. Kim? Rauf. Nədə? Dildə? Hansı dildə? Bu. Niz danışırdı? Düzgün. Niz danışırdı? Aydın. Zərflik. Dünyada olmasın bir ayrılıq, bir də ölüm. Nə etməsin?
olmasın. Harda olmasın? Dünyada nə olmasın? Ayrılıq, ölüm. Mübtəda. Bu il Qusara xaçmazı gedəcək. Nə edəcək? Gedəcək xəbər. Hara gedəcək? Qusara və xaçmazı zərflik. Dağı dərəni xeyli gəzdim. Nə etdim? Gəzdim. Haranı gəzmişəm dağı, haranı gəzmişəm dərəni. D variantı. Sözlərdən birinin tələffüz şəkli doğru verilməmişdir. Baxdıqca paravoz, hiləm, vasitələrindən də A uzanır. Bir də ki, T-dıya çevrilir vasitələrindən. Ona görə səhv verilib B variantı. İfadəlikdə düzdür. Belə, qoşma haqqında deyilənlərdən biri doğrudur. Uşaqlar, sualını doğru xatırladım ki, əgər video işinizə yaradısa, kanala abunə olun və videonu bəyənməyi unutmayın. 30-cu sual. Qoşma haqqında deyilənlərdən biri doğrudur. Qoşmanın amonimliyi yalnız söz arasındadır. Yanlışdır. Zərflə, isimlə, sifətlə amonimliyi var. Zaman mənalı qoşmalar quruluşuna görə sadə mürəkkəb olur. Qoşma heç vaxt mürəkkəb olmur. B səhvdir. Bütün qoşmalar ayrı yazılır. Yanlışdır. Qoşmalar ismin təsirli halına da qoşula bilir. Yanlışdır. Qoşmalar qoşulduq sözlə birlikdə cümlənin bir üzvü olur. Bu düzgün oldu. E variantı oldu variantımız. Belə uşaqlar 11-ci siniflə bağlı bu qədər. Ümid edirəm ki, yaxşı yazmısınız və inşallah ki, buraxılışda da yaxşı yazarsınız. Sağ olun. Hələlik.